Salam, xoş gördük. Bu videoda biz idarə olunan formalarda işləmək və proqramlaşdırma ilə bağlı videolarımızı davam etdiririk. Bu videoda massivlərlə tanış olacaq. Yəni 1S-də massivlər, kolleksiyalar haqqında danışacaq. Ümumiyyətlə ilk əvvəl gəlin aydınlaşdıraq görək massiv obyekti, yəni massivlər 1S-də nədir? Massiv bu dəyərlər toplusudur. Onlara həmçinin də kolleksiya da deyirlər. Yəni bir növ siyahı, bir növ cədvəl kimi, yəni ki, bunu başa düşə bilərik. Sadəcə olaraq massivin öz funksionallığı baxımından və öz bəzi xüsusiyyətləri baxımından cədvəldən və siyahı kimi digər obyektlərdən fərqlənir. Ümumiyyətlə massiv yaddaşındakı, yəni hüceyrələrin ardıcıllığıdır. Yəni onun xanalarının, yəni əlavə edilən bir növ sətirlərin cədvəllə müqayisə etsək, onların hüceyrə ardıcıllığıdır. Yəni bir cədvəlin, yəni Excel təsəvvür edin ki, onun öz hüceyrələri var və orada da məlumatlar, yəni dəyişənlər, dəyərlər saxlanılır. Və bu cür hüceyrəli sistemin olması massivə cəmi bir dəyişən adı ilə bağlı olur. Yəni konkret hüceyrəyə isə, yəni biz hər hansı bir məlumata əldə etmək istəyiriksə, bu zaman həmin hüceyrəyə indekslə müraciət edirik. Yəni massivdəki onun nömrəsinə görə. Yəni indi gələcəkdə biz strukturlar haqqında danışdığımız zaman, siyahı haqqında danışdığımız zaman görəcəksiniz ki, hər hansı bir hüceyrənin həmin bir növ siyahıda, kolleksiyada adı olur. Ancaq massivdə isə bu belə deyil. Onun massivdəki hüceyrələrin adı yox, birbaşa indeks nömrəsi ilə bir növ müraciət olunur və həmin dəyər və yaxud da məlumat əldə olunur. Massivin istifadə olunan indekslərin sayı müxtəlif ola bilər. Əgər biz massivləri bir indekslə yaratsaq, yəni bir indekslidirsə massiv, bu bir ölçülü massiv sayılacaq. 2 indekslidirsə 2 ölçülü və ilaxır bu şəkildə 3 indekslidirsə 3 ölçülü massiv olacaq. İndi bunlar haqqında da danışacaq. Yəni praktiki burada işlər gördüyümüz, kod yazdığımız zaman siz bunları yəni ki biləcəksiniz. Ümumiyyətlə 2 ölçülü massivə, yəni bir neçə ölçülü massivlərə həmçinin də matriça da deyilir. İndi bizim praktikamızda da, yəni 1S-də də indi işlədiyimiz zaman siz görəcəksiniz, adətən ən çox 1 və 2 indeksli massivlərdən istifadə edilir. Gəlin aydınlaşdıraq indi bir məsələni də ki, massivlər niyə görə istifadə olunur? Massivlər əsasən ona görə istifadə olunur ki, burada məlumatları rahat saxlamaq və sonra da onlardan asanlıqla filtrasiya edib, yəni seçim edib istifadə etmək mümkün olsun. Yəni çoxlu sayda dəyərlər, dəyişənlər, məlumatlar bu massivlərdə saxlanılır və onları bir növ süzmək, yəni filtrasiyadan keçirmək, bu dəyərləri əldə etmək çox rahat olur. Niyə? Çünki onlar həmin indekslərdə saxlanılır. Qeyd etdiyimiz kimi. Yəni massivin içində olan bir növ cədvəllə müqayisə etməyə hələlik. Yəni massivdə olan hüceyrələrin bir növ ünvanlarında, nömrələrində, indekslərində saxlanılır. Yəni məhz bu barədə də bundan qabaq qeyd etmişdik. Gəlin indi biz özümüz massiv yaratmağı öyrənək və təcrübədə onların necə istifadə olunduğuna baxaq. Gəlin mən ilk əvvəl konfiquratorda bütün pəncərələri bağlayım, bu şəkildə boş açaq və biz artıq keçən dərsimizdən, yəni bu mövzuları tətbiq etmək üçün, test etmək üçün, öyrənmək üçün obработka yaratmışdıq. Yəni bir emal yaratmışdıq start adında. Gəlin onu açaq, yəni əsas onun formasını və bizim belə bir düyməmiz var idi ki, startı vururduq. İstənilən, yəni ki, kodu, funksiyonalı, alqoritmi test edə bilirdik. Gəlin vuraq üzərinə və start düyməsinin üzərinə sıxaq. İlk əvvəl gəlin, bu bizim keçən dərsimizdə dövr operatorları haqqında danışdığımız zaman yazdığımız kod idi. Onu silək. Yəni içini təmiz boş qoyaq. Bütün 1S-də ümumiyyətlə proqramlaşdırmada hər hansı bir obyekti yaratmaq üçün müəyyən bir dəyişən adı ilə, yəni hər hansı bir obyekti yaratmalıyıq. Gəlin massivimizi də ilk əvvəl yaratmaq üçün bir dəyişən yaradaq əvvəlcə. Adını da belə öz bildiyimiz kimi qoyaq. İstənilən ad qoymaq olar. Bizim massiv. Bu dəyişənimizdə biz indi yaradacağımız massivi saxlayacağıq. Massivi də yaratmaq üçün indi ümumiyyətlə siz gələcəkdə də görəcəksiniz ki, 1S platformasında müəyyən bir konstruksiya var. Yəni kodun yazılışı, sintaksisi var. İstənilən obyekti indi yaratdığımız zaman siz bunun şahidi olacaqsınız. İlk əvvəl novi operatorundan istifadə edirik, standart 1S platformasını. Və burada baxın, sadə bir şəkildə massiv. Hətta ipucu olaraq da Ctrl probel, yəni Ctrl space düyməsini sıxsaq
yazsaz, avtomatik olaraq 1S özü bu massiv sözünü görürsüz yazılmış oldu, tamamlamış oldu və nöqtəli vergül qoyuruq. Hal-hazırda biz yaratdığımız, təyin etdiyimiz bu dəyişənimizə новый, yəni ki massiv bu obyekti mənimsəmiş olduq. Hal-hazırda bu dəyişənimiz massiv obyektidir. Yəni bu konstruksiya vasitəsilə massivi yaratmış olduq. Bunu etdikdən sonra biz artıq bu bizim dəyişənimizə, yəni massivimizə dəyərlər, məlumatlar əlavə eləyə bilərik. Bunun üçün baxın, artıq indi bu bizim massiv adında dəyişənimiz. Baxın, Ctrl space, bunu unutmayın. Yəni fikir verin, avtomatik olaraq tam yazılmış oldu. Baxın, indi bu ki dəyişənimiz massiv obyektidir deyə bizim bu massivimizin metodları var. İndi bunları yavaş-yavaş öyrənəcəyik. Yəni 1S-də istənilən obyektlərin xassələri, yəni onun sazlamaları və funksiyaları, metodları edə biləcəyi işlər var. Onda baxın, nöqtəni vuran kimi, gəlin baxın. Nöqtəni vuran kimi gördünüz, funksiyaların ipucu olaraq siyahısı çıxır. Yəni bizim bu massivimizin edə biləcəyi işlər. Və qranitsi, misal üçün, stavit, qoymaq, dabavit, əlavə etmək, say, найти, tapmaq, silmək, получить. Görürsüz, belə aydın prosedurları var, funksiyaları var. Yəni edə biləcəyi əməliyyatlar, işlər var. Yəni bu özəllikləri var. İndi biz hər hansı bir məlumatı massivə əlavə etmək üçün nöqtə, baxın, dabavit. Hətta ipucu olaraq çıxıb, gəlin seçək bunu, dabavit. Belə mötərizə açılır. Baxın, bu şəkildə. İndi biz bura bu mötərizənin içərisində istənilən dəyişəni, istənilən obyekti bu massivimizin, bu kolleksiyamızın içinə əlavə eləyə bilərik. Məsələn, gəlin ölkə adları əlavə eləyək sətir şəklində. Sətir əlavə etmək üçün biz artıq bilirik, keçən dərslərimizdən keçmişik. Dırnaq arasında, yəni yazırıq bu mətni sətri. Gəlin birinci ABŞ ölkə adları belə istənilən xarici bir ölkələrin adlarını yazaq. Bu bir. Sonra gəlin yenidən. Baxın, əlavə eləməyə qaydası. Bir dənə artıq massivimizdə, kolleksiyamızda hər hansı bir müəyyən indeksli hüceyrəsində ABŞ adında bir dənə artıq məlumat var. İkincisini də əlavə etmək istəyirik. Baxın bu şəkildə bizim massiv indi belə birbaşa əlavə edirik. Yəni dövr operatoruna istifadə eləyə bilərdik. İndi yavaş-yavaş keçəcək. Prosta sadəcə olaraq indi tam aydınlaşdıraq deyə. Dabavit. Yenə də görürsüz ipucu olaraq da çıxır. Misal üçün Rusiya. Mötərizəni bağlamağı unutmuruq. Nöqtəli vergüldə sonda komandanın bitmə işarəsi. Gəlin bir dənə də ölkə adı əlavə eləyək. Bizim massiv nöqtə dabavit Azərbaycan. Hal-hazırda 3 dənə ölkə adı massivimizə əlavə etmiş olduq. Baxın, artıq indi biz dərsin əvvəlində qeyd etdiyimiz kimi, indi bilirik ki, massivimizdəki bütün elementlər, yəni dəyərlər, məlumatlar ardıcıl olaraq indekslərə görə yazılır. Yəni bu massiv kolleksiyasının içinə əlavə etdiyimiz bu məlumatlar. İndekslər də, yəni ardıcıl olaraq 1-dən yox, 0-dan başlayır. Yəni birinci massivdəki olan hüceyrənin, yəni saxlanılan məlumatın yeri 0-dır. Yəni 0-cı sətr bir növ. Baxın belə anlayın. Yəni 0-dan başlayaraq nömrələnirlər. Hər bir əlavə olunan məlumat, istər ölkə adı olsun, istər rəqəm olsun, istər ссылка, istinad tipli gələcəkdə indi ola bilər nomenklatura məhsulların siyahısına əlavə eləyəsiniz, kontragentlər əlavə eləyəsiniz. Hamı 0-dan başlayaraq indekslənərək ünvanların, yəni 0, 1, 2, 3 bu şəkildə massiv kolleksiyasında hüceyrələrdə saxlanılır. Yəni bunu qeyd etməkdə məqsədim odur ki, indi biz hər hansı bir massivdən məlumatı oxumaq üçün ancaq bu indeks vasitəsilə həmin qeyd etdiyimiz dəyərləri, məlumatları əldə edə bilərik. Yəni hətta bunu test eləyək indi. Məlumatı əldə etmək istəyiriksə. Baxın, biz artıq bir funksiyamız var. Yəni platformanın daxili funksiyası soобщить. Soобщить-dən istifadə eləyərək indi massivimizdən hər hansı bir ölkə adını götürək. İndi burada biz yazırıq bizim massiv. Baxın, indi bizim bu massivin qeyd etdiyim kimi edə biləcəyi funksiyonalı var, metodları var. Nöqtəni vurduqda gördüyünüz kimi burada siyahı açıldı. Artıq biz bu dabavit istifadə etdik. Yəni dabavit vasitəsilə biz, onun vasitəsilə biz massivimizə məlumatlar əlavə etmişdik. İndi isə baxın, digər belə bir funksiyası var. Baxın bu получить. Biz bu получить vasitəsilə massivimizdən indeks nömrəsi ilə hər hansı bir məlumatı oxuya bilərik, götürə bilərik. Gəlin indi bunu yoxlayaq. Bura yazırıq получить. Baxın, hətta ipucu olaraq da gördüyünüz kimi burada bizə qeyd edir ki, baxın burada indeks göndər, indeks istəyir. Yəni funksiya получить, həmin bu massivin metodu. İndeks göndərərək biz bura massivdəki hər hansı bir məlumatı hansısa hüceyrədən, burada indi yazacağımız indeks ünvanında olan hüceyrədən məlumatı əldə edə bilərik. Gəlin bura 1
yazaq. İndi biz əgər bura 1 yazmışıqsa, bu bizə hansı dəyəri qaytaracaq? Baxın bu 1. İndi fikir verək. Bizim massivimizə biz ardıcıl olaraq 3 dənə məlumat, 3 dənə ölkə adı əlavə eləmişik. Biz qeyd etdiyimiz kimi indekslər 0-dan başlayır. Burada baxın, bu ABŞ bizdə 0-cı indeksdir, yəni 0. Rusiya bizdə 1-ci, yəni 0-dan qeyd etdiyimiz kimi başladı. Azərbaycan da burada 3-cü ünvandır. Baxın bu şəkildə. Yəni bu birinci sətrimiz indeks nömrəsi 0 olacaq. Burada Rusiya 1 olacaq. Burada üzr istəyirəm 3 yazdım. 3 yox, 2 olacaq. Yəni 0-dan başladığına görə 3 dənə element var və burada 0, 1, 2, bir də 0 birinci bu elementimiz, 1 bu ikinci elementimiz, 2 isə bu üçüncü elementimiz Azərbaycan. İndi biz əgər bu şəkildə kodumuzu yazsaq, burada bizdə alacağımız məlumat baxın bu Rusiya olacaq. Hətta indi gəlin bazamızı yeniləyək və bu yazdığımız kodu sabşit vasitəsilə istifadəçinin qarşısına çıxardaq və görək hansı nəticəni əldə etmiş olacaq. Bunun üçün ilk əvvəl bazanı yeniləmək üçün baxın bu işarənin üzərinə basırıq. Bazamız yeniləndi. Gəlin atlatka rejimində də açaq. Baxın atlatka rejimi dedikdə baxın bunu nəzərdə tuturam. Keçirik uçot alt sisteminə və servis. Buradan bizim start, yəni abrabotkamız emalımız. İndi vuruq startın üzərinə və gördüyünüz kimi burada qarşımıza Rusiya çıxmış oldu. Qaydaq indi konfiguratorumuza. Qeyd etdiyimiz kimi biz burada massivimizdə bu получить metodu vasitəsilə ora 1 indeksini göndərdik. 1 indeksi də bizdə baxın bu Rusiya. Yəni 0 budur, 1 budur və 3, yəni ki ikinci indeks isə Azərbaycandır. Gəlin hətta indi 2 göndərək yoxlamaq üçün. Hətta qeyd eləyək. Bu şəkildə biz indi 2 yazmaqla hansını alacaq məlumat olaraq? Əlbəttə ki Azərbaycanı. Çünki 0, 1, bu da ikinci, yəni indeksdə bu üçüncü elementimiz. Yəni 0-dan başladığına görə. Bazamızı yeniləyək, qəbul eləyirik. Buradan da açaq tezdən. Keçirik uçot alt sisteminə, servis, bu start düyməsinin üzərinə və vururuq. Gördüyünüz kimi Azərbaycan. Azərbaycan sözünü də səhv yazmışam. Bir dənə üzrü sayın. Necə fikir ver, başım qarışıb bu yazılara. İşte düzəltdik bunu da xətamızı da. İndi burada bir məsələni aydınlaşdıraq. Bizim indi bu yazdığımız baxın bu kod, bu massivin bu şəkildə yazılması, bu bir ölçülü massiv. Yəni bizdə burada baxın birbaşa olaraq massivə əlavə etdiyimiz bu məlumat bir ölçülü massivdir, yəni bu bizdə. Həmçinin də biz burada bu metod vasitəsilə, yəni bu получить metodu vasitəsilə indekslə dəyərləri massivdən, yəni oxuyuruq, alırıq. Lakin biz massivdəki bu bütün dəyərləri, yəni elementləri hər biri üçün dövründən istifadə edə bilərik. Yəni bu kolleksiya dövründən, hansı ki artıq biz bundan qabaqki videomuzda o haqqda danışmışıq. Əgər baxmamısınızsa baxın. Yəni indi qeyd etdiyim bu kolleksiya dövrü anlamırsınızsa, deməli o video baxmamısınız. Baxsaydınız, yəni anlayardınız qeyd etdiyimi. Yəni bundan qabaq biz o həmin dövr operatoru haqqında danışmışıq. Gəlin hətta indi həmin o dövr operatorundan istifadə edərək bu massivdəki məlumatları təsəvvür edin ki, mən indi bu massivdən bu 3 dənə elementin üçünü də əldə etmək üçün məlumatı mən geri kopyalayım. Baxın belə 3 dəfə sabşit tutaq ki 0, tutaq ki 1, baxın bu da 2. Bu şəkildə yazım. Gəlin hətta bunu istifadəçi rejimində də açaq yoxlayaq. Keçirik start bölməsinə, start. Gördüyünüz kimi hər 3 ölkə adını almış olduq bu şəkildə. Lakin biz bunu rahat qeyd etdiyim kimi dövr operatorundan istifadə etməklə, kolleksiya dövr operatorundan. İndi gəlin silək bu 2 dənə əlavə etdiyimiz. İndi fikir verin, o necə eləyəcək. Burada artıq keçən dərsimizdə qeyd etdiyim kimi keçmişik bu mövzunu. Для каждого. Baxın bu şəkildə. Massivin elementi adında bir dənə dəyişən yaradırıq. Massivin, üzr istəyirəm. Massivin elementi. Sonra digər operatoru is. Bu da bizim massivimiz. Kopyalayır, qoyuruq. Bu massivdən əldə edilən məlumatları çıxıl, yəni dövr etsin. Konec çıxılanda unutmuruq, yəni dövr operatorumuzu bağlamaq. Gəlin kodda səliqəyə salaq. Baxın bu şəkildə. İndi biz burada massivin bizim elementi, baxın для каждого. Bu massiv elementində bu dövrün içərisində, baxın bu massivin içindəki 3 dənə element var, sətir var. Bir növ elə də bunun siyahıda bir növ sətirdir. Hər bir sətri, hər bir məlumatı götürmək üçün bir bu massiv elementin içində hər dövrdə buradakı bir məlumatın hər hansı birisi olacaq. Yəni birinci, ikinci, üçüncü. Baxın, bu bizim bu 0 yazdığımızın içərisində pozuruq 0-ı. Bura qoyuruq massivin elementi.
elementi. Və indi kodu icra etdiyimiz zaman nə baş verəcək? Bu dövr operatoru massivin içində olan elementlərin sayı qədər təkrarlanacaq. Yəni bu massiv elementi birinci dövrdə bu sətri götürəcək, ikinci dövrdə bu sətri, sonra növbəti sətri və sonda da bu axırıncını götürdükdən sonra dövr operatoru bitəcək. Yəni istifadəçinin qarşısına bu kod vasitəsilə, komanda vasitəsilə 3 dənə сообщение çıxacaq. 3 ölkənin adıdır. Gəlin keçək istifadəçi tərəfdə yoxlayaq. Bazam bu böyüdür. Keçirik uçotal sistemi, servis və baxın start. Buradan da startı basırıq. Bir dənə xətamız var. Gəlin aydınlaşdıraq. Keçək konfiguratora. Xətamız konkret xətadır, üzrsə. Mən burada massiv elementini сообщitin içində göndərməli idim. Mən götürüb bu получitin içində göndərmişəm. Üzrü sayın. Baxın, burada biz gərək sadəcə olaraq massiv element. Artıq получit falan ehtiyac yox idi bizə. Yəni birbaşa hər bir element necə bunu fikir vermədim orada. Götürdüm mötərizənin içərisinə basdım. Baxın bu şəkildə получitin. Ancaq получit qeyd etdiyim kimi, yəni burada получit vasitəsilə biz sadəcə indeksi göndərir. Ona görə də bizə burada xətada deyir ki, parametr göndərilən parametrin tipi səhvdir. Yəni biz bura sətir göndəririk получitə. Ancaq burada indeksin nömrəsi olmalı idi. Bu səbəbdən hətta belə də eləmək olardı. Ancaq o başqadır. Başqa bir. Əgər biz şotçikli, yəni sayğacılı dövr operatorundan istifadə eləsəydik, o zaman biz получitlə də bunu əldə edə bilərdik. Hətta gəlin birinci sizə onu göstərdim ki, biləsiz ki, xətamız nə ilə bağlı idi. Baxın bu получitlə də biz dövr operatorunda eləyək. Qoyun əlavə olsun, biraz mövzudan kənara çıxıram, ancaq göstərəcəm sizə. Gəlin bunu paka, prosta nümunə olaraq sadəcə göstərəcəm. Paka yox, dilə. Baxın, hər hansı bir, yəni ki, şotçik fərq etmir, istənilən bir sayğac təyin eləyə bilərik. Birdən po 3 çıxıl. Baxın, indi hər dəfədə bu indeksin içərisinə bu n-i göndəririk, получitlə də bunu əldə edə bilərik. Əslində dərsimizdən biraz kənara çıxdıq, ancaq test eləyək də. Xətamı izah eləmək üçün deyirəm sizə. Keçirik start, vururuq, indeksə qrənç. Üzr istəyirəm. Biz axı qeyd elədik, sıfırdan başlayır. Sıfırdan 2-yə kimi. Keçirik uçotal sisteminə, servis, start vururuq. Gördüyünüz kimi 3 ölkənin adı da keçdi. Bu dövr operatoru hansı ki cikl, yəni ki sayğacdan istifadə etməklə biz bunu etmiş olduq. İndi gəlin qaydaq əsas mövzumuza. Kodumuzu gəlin düzəldək. Для каждого massiv elementi bizim bu massivimizdən və bu massiv elementini də сообщить eləyib. Baxın, qeyd etdiyim kimi bu kolleksiya dövr operatoruna для каждого hər biri üçün istifadə etməklə biz hər bir bu massivdə olan məlumatı əldə edəcəyik. Və massivlə və cədvəllə, ümumiyyətlə kolleksiyalarla yaxşı olar ki, baxın bu dövr operatorundan istifadə edərsiniz. Hətta bazamızı indi yeniləyək və bunu da test eləyək. Böyüdək bu siyah pəncərəni. Keçirik uçoda alt sisteminə, servis və start vururuq və gördüyünüz kimi biz həmin bu siyahını əldə etmiş olduq. Kolleksiya dövr operatoru vasitəsilə. Qaydaq konfiguratorumuza mövzunu davam etdirək. Ancaq yenə də qeyd edeyim ki, bu yeganə üsuldur. Hətta gördünüz, biz bundan qabaq o sayğacılı dövr operatorundan, yəni növündən, dövr növündən istifadə edərək də indeksləri göndərməklə də əldə etmiş olduq. Məsələn, başqa bir də, tutaq ki, biz Rusiyanı götürmək istəyirik, получitlə eləmişdik bir. Biz hətta onu bu şəkildə də eləyə bilərik. Gəlin bu dövr operatorumuzu silək. Bayaq necə yazmışdıq? Misal üçün bizim massiv nöqtə получit Rusiyanı əldə etmək üçün 1 bu şəkildə yazmışdıq получitlə. Hətta biz bunu получit olmadan, yəni birbaşa olaraq burada kvadrat belə skobkalarda indeksi belə də göstərə bilərik. Misal üçün gəlin 2 qoyaq. Biz Azərbaycanı əldə etmiş olacaq bu məlumatı yazın. Baxın bu şəkildə də. Yəni tək получit deyil, birbaşa massivin adı kvadrat belə mötərizələr və içinə də indeksi yazmaqla da əldə edə bilərik. Yəni hətta test eləyək, yoxlayaq. Keçirik uçotal sistemi, servis start və vuruq startı. Gördüyünüz kimi burada Azərbaycanı əldə etmiş olduq. Qaydaq konfiguratora. Yaxşı, indi bu qeyd etdiklərimiz hamısı bir ölçülü massivə aid. Yəni ki, bizim bu massivimizdə bir növ bir sütun üzrə idi. Yəni bir ölçülü massivimiz idi, yəni bir indeksinə var idi. Ancaq biz qeyd etmişdik ki, massivin yəni çox ölçülü də ola bilərlər. 2, 3 ölçülü, 4 ölçülü fərq etmir. Yəni bunu siz ixtiyari sayda təyin edə bilərsiniz. Amma gəlin burada bu çox ölçülü massivlərin nə üçün istifadə edildiyini anlamaq üçün mən sizə bir dənə kiçik bir şəkil göstərəcəm. Bu sizə çox ölçülü massivlərin
nə olduğunu başa düşməkdə yəni köməklik edəcək. Gəlin şəklimizi açaq. Baxın, bizdə indi belə bir vəziyyət var. Bizdə fikir verirsə şəkildə, gəlin bunu biraz böyüdək. 3 dənə şkafımız var və hər bir şkafın bir neçə rəfi var. Məsələn, baxın, burada birinci rəf, bu birinci rəf, bu ikinci rəf, üçüncü rəf, dördüncü rəf, beşinci rəf, altıncı rəf, yeddinci rəf. Yəni hər bir şkafda bu 3 şkafın üçündə də 7 dənə rəfi var. Həmçində burada başqa nə var? Baxın, bu şkafların da hər birinin, məsələn, baxın, birinci rəfində kitab var. Sonra ikinci rəfi boşdur. Üçüncü rəfində yenə kitab var. Dördüncü rəfində kitab var və beşinci rəfində də kitab var. Və bu yalnız bu şkaf üçün deyil, bu şkaf üçün deyil. Həmçinin də baxın, bu digər 3 şkaf üçün də yəni keçərlidir. Hər birinin ola bilərdi ki, bu ikinci şkafda hər hansı bir başqa bir rəfində kitab olar və yaxud da bu üçüncü şkafın yəni ki, hər hansı bir rəfində kitab ola bilərdi və yaxud da başqa bir şey ola bilərdi, məlumat ola bilərdi. Yəni bu indi nümunədir bizdə. Yəni ki, çox ölçülü massivi yəni başa düşmək üçün. Biz bayaqları nə edirdik? Bir ölçülü massiv idi bizdə. Biz ora ölkə adları yazmışdıq və həmin ölkə adlarını bir növ oxuyurduq, məlumat kimi əldə edirdik. İndi fikir verin, çox ölçülü massiv deyəndə isə orada sadəcə bir şkaf kimi, yəni siyahı yox, 3 dənə ayrı-ayrı siyahı var. Yəni baxın, bu da həmin massiv, çox ölçülü massiv dedikdə baxın bu struktura malik olur. Mən indi sizə bunu, yəni proqram kodunda necə əks olunur, orada da göstərəcəm. Artıq yəni proqramda da çox ölçülü massivlər necə yaradılır, necə məlumatlar çox ölçülü massivlərdən oxunur, onu da yəni öyrənmiş olacaq. Gəlin bunun üçün qayıdaq konfiquratorumuza, şəkli salaq aşağı. Gəlin bundan qabaq yazdığımız bu kodlarımızı pozmayaq, ancaq saxlayaq, belə sadəcə olaraq kommentari eləyək. Hətta kommentari eləyəndə də başlığı da qoyarıq ki, kommentari eləmək üçün bu düymənin üzərinə sıxırıq və burada şərh də yazaq. Bir ölçülü massiv. Bu bizim bir ölçülü massiv. İndi biz aşağıdan da çox ölçülü massiv qeyd eləyək. Çox ölçülü massiv. İndi burada yazacağımız kod nümunəsi çox ölçülü massivə aid olacaq. Bunun üçün bundan qabaqki, yəni bir ölçülü massivi yaratdığımız kimi bir dənə dəyişən yaradırıq. Adını da elə qoyaq, çox ölçülü massiv bərabərdir. İndi bu dəyişənimizə massiv obyektini mənimsətmək üçün, yəni onu massiv etmək üçün biz konstruksiyamızdan istifadə edirik. Новый standartdır. Hətta massiv, cədvəl, bütün bu digər struktura hamısını yaradarkən bu standart konstruksiyadan istifadə edəcəyik. Burada sadəcə olaraq bir massiv, yəni ki, nə yaradıram? Новый massiv, yeni massiv. Hal-hazırda indi bizim bu dəyişənimizdə massiv saxlanılır. İndi baxın, burada fikir verin. Biz новый massiv yazdıq, lakin bizdə indi nə tələb olunurdu? Biz indi nə etmək istirdik? Biz sırf bu çox ölçülü massivi, yəni ki, sadəcə bir şkaf kimi yox, bir ölçülü yox, 3 ölçülü. Bunun üçün indi fikir verin. Biz həmin bu massivimizin konstruksiyasında mötərizəni açırıq. Baxın, 3 şkaf idi bizdə, düzdür? 3 ölçülü massiv. 3 yazırıq. Sonra vergül qoyuruq. Neçə dənə bizdə rəf var idi? 7 dənə. Baxın, bu şəkildə də 7-ni yazırıq. Bu indi hal-hazırda bu cür konstruksiyana, yəni bundan qabaq sadəcə новый massiv yazmalıydıq. Bir ölçülü massiv üçün kifayət eləyirdi. Ancaq çox ölçülü massiv yaratmaq üçün o şəkildəki kimi 3 şkaf və 7 rəfi olan bir şkafın, yəni massiv şəklində təsəvvür etsək, baxın bu cür 3 şkaf və 7 rəfi çox ölçülü massivimizi yəni ki, bu şəkildə yaratmış olduq. İndi hal-hazırda bu massivin bir növ içində 3 dənə belə şkafı və 7 rəfi var. İndi gəlin yenidən şəklimizdə bir şey də qeyd edək. İndi tutaq ki, biz birinci şkafımızın 5-ci rəfinə kitab istəyirik yerləşdirmək massivdə. Gəlin, baxın indi. Bunu necə edəcəyik? Burada çox ölçülü massivimizi qeyd edirik və kvadrat skobkalar, yəni ki, mötərizələr. Baxın, birinci kvadrat mötərizəmizdə biz indi hansı şkafımıza kitabı yerləşdirmək istəyirik? Birinci şkafa. Və baxın, bu birinci şkaf və 2 yenə kvadrat, gəlin böyüdüm, sizə rahat olsun. Baxın, bu ikinci kvadrat mötərizədə də hansı rəfə? Baxın, 5-ci rəfinə bərabərdir. Baxın, bu şəkildə kitab 1. Bir kitabı oraya yerləşdirmiş olduq. Gəlin, indi bu kodumuzu yoxlamaq üçün artıq bundan qabaqki dərslərdə də yəni nümunə olaraq qeyd etmişdik. Bu icra edəcəyimiz kodu debug rejimində açaq və massivin, yəni bu çox ölçülü massivin
yəni proqram tərəfində də necə gördüyünün belə rahat şahidi olaq. Bunun üçün artıq biz yəni tanış olmuşduq qısa olaraq da. Dayandırma qırmızı burada düyməni qoyuruq. Baxın bu şəkildə. Okay. Çünki burada indi bizdən tələb etdi ki, bazanı yeniləmək lazımdır ki, kodumuz dəyişikliklər otursun. İndi fikir verin, bu tərəfdə breakpoint, yəni dayandırma qırmızı, baxın bu düyməni qoyuruq, bu işarəni. İndi bizim proqram kodumuz icra olunduğu zaman sırf burada durmuş olacaq. Yəni biz kodu belə debug etmiş, yəni sazlaya biləcəyik. Birbaşa elə proqramı dayandırıb, yəni kodun icraatını dayandırıb bu hissədə oradakı dəyişənlərin dəyərlərini də görəcəyik. İndi bazamızı debug rejimində açmaq üçün bu işarənin üzərinə sıxırıq. Keçirik uçot alt sistemi servis start və baxın indi startı vuran kimi kodumuz gördünüz gəldi burada dayandı. Hal-hazırda indi kodumuz burada dayanmış oldu. Yəni proqramın icraatı dayandırıldı. Hətta qayıdıb biz baxsaq görəcəyik ki, istifadəçi rejimində bu start düyməsi basılı şəkildə dayanıb elə gözləyir. Yəni hal-hazırda biz indi debug rejimindəyik və burada istənilən dəyişənlərimizin, yəni dəyərlərinə baxa bilərik. Yəni indi burada bir addımlayaq. Yəni kitabımız indiki əlavə olunsun bu çoxölçülü massivimizdə. Birinci şkafın 5-ci rəfinə. Bunu buradan yuxarıda baxın, bu yuxarı paneldə F və yaxud da klaviaturada F10 düyməsinin üzərinə, və yaxud da bu işarənin üzərinə vururuq və proqram kodumuz, yəni ki, bir addım atlandı konec prosedurun üzərinə. Hər ki bir addım da buraxsaq, o proqram kodu tam icra olunmuş olacaq. İndi gəlin bizim bu çoxölçülü massiv dəyişənimizin, yəni bu massivin içərisinə daxil olaq. Bunun üçün artıq keçən dərsimizdə də qeyd etmişdik. Massivimizi seçirik və burada yuxarıda paneldə baxın, вычислить выражение və yaxud da klaviaturada Shift F9 düyməsinin üzərinə sıxırıq. Və bu şəkildə bizim bir növ massivimizin, yəni xassəsi, yəni dəyişənin dəyəri, massiv tipi hamısı belə qarşımıza bir növ oxumuş olur. Hətta indi gəlin bu massivimizin, bu bir növ otaq kimi təsəvvür edin. Bu girdiyi otağa və 3 dənə şkafımız var. Hansı ki biz 3 şkafı, yəni 3 ölçülü massivi indi yaratmışıq. İndi nə edirik? Daxil oluruq və gördüyünüz kimi bizim 3 dənə şkafımız. 0-cı, yəni 1-ci şkaf, 1, 2-ci şkaf, 3-cü şkaf. Necə qeyd etmişdiksə burada, baxın həmin bu, baxın bu bizim 3 rəf və 3 şkaf və 7 rəf, şkafın rəfləri. Eyni bu şəkildə. İndi bizim qarşımıza açılan, gördüyünüz kimi bu 3 dənə şkafdır. İndi gəlin birinci şkafımızın içərisinə girək və buradan massiv və gördüyünüz kimi 7 dənə rəf 0-dan başlayaraq 6-ya kimi nömrələnir. Yəni qeyd etdiyimiz kimi indeks 0-dan başlayır. Burada birinci rəf, ikinci, üçüncü və boşdur. Kitabı biz hara yazmışdıq? 1. Çünki qeyd etdiyim kimi biz bunu 1-ə yazmışıq. Əslində birinci şkafa yox burada. Bu bizim, baxın bu elə bilin ki ikinci rəfə, ikinci şkafa, yəni 0-dan başlayır deyə ikinci şkafa. Biz 5-ci yox, 6-cı rəfinə kitabı qoymuşuq. Yəni indi yoxlayaq. Daxil oluruq. İndi keçirik bizim bu birinci rəf şkafımıza, yəni ikinci şkafa daha doğrusu, 1 indeksi olan və vururuq bu işarənin üzərinə. Və açılan massivə daxil oluruq və gördüyünüz kimi bizim 6, yəni ki 7 rəfimiz 0, bu birinci, ikinci, üçüncü, dördüncü, 5, 6, 7, 6-cı rəfədə biz kitabı qoymuşduq. Baxın bu şəkildə. Gördüyünüz kimi biz bu şkaf kimi, yəni təsəvvür etdik. Baxın bu şəkildə. Və həmin bu çoxölçülü massivimizdə, çoxölçülü massiv aydın olur ki, bir massivin içinə bir neçə massivlər qoymuş oluruq. Massiv hansı ki əvvəlcədən də təyin edirik rəflərin sayı ilə. Yəni ki, orada olacaq elementlərin sayı ilə. Misal üçün də buradakı kimi. Yəni daxil olsaq yenidən görürük ki, baxın bu şəkildə. 6 dənə, yəni 7 dənə rəfi var. 6 indeks nömrəsi ilə sonuncusu. Və birinə də kitabı qoymuşduq burada. Birinci, ikinci şkaf, baxın burada ikinci şkaf. 5 yəni indeks 0-dan başlayır. 6-cı rəfə bir kitab qoyduq. Gördüyünüz kimi bu bizim çoxölçülü massivimizdə oldu. Bir ölçülü massivi də artıq yaratdıq. Yəni çoxölçülü massiv də bu şəkildədir. Yəni heç bir çətin bir şey yoxdur burada. Beləliklə biz artıq indi necə bir ölçülü və çoxölçülü massivləri yaratmaq və orada necə elementləri əlavə etmək olar, onu bildik. Amma mən sizə həmçinin indi elementlərin özlərini ora yerləşdirməyi göstərmək istəyirəm. Yəni ki, bu da mümkündür. Yəni şkafın özünü biz belə əlavə eləyə bilərik. Burada indi bizdə 3 şkaf idi, yəni 3 ölçülü massiv idi. Biz onu başqa element kimi də
4 ölçülü də eləyə bilərik. İndi onu da sizə göstərəcəm. Gəlin baxın indi bunu necə eləyirik. Keçirik burada. Əvvəlcə gəlin bu çox ölçülü massiv yazdığımız kodu kopyalayaq və yerləşdirək aşağı. Yəni tezdən yazmayaq. Və gəlin hətta bu hissəni silək. Buna bir pillə aşağı yazaq ki, biraz fərqli ayrılsın, rahat görə bilək deyə. Hətta biraz da yaxınlaşdıracağam. İndi burada nöqtəni qoyuruq. Artıq bizim bu massivimizin metodları var. Artıq onlardan biraz yəni ki tanış olmuşuq. Bu indi вставить. Qoy belə bir növ Azərbaycan dilinə belə tərcümə etsək, yerləşdir, вставить. Məsələn, indi burada nə baş verir? Biz bu вставить metodundan istifadə etməyəcəyik. Biz indi bir növ bu komanda ilə bir massiv daha yaratmış olacaq. Yəni bundan qabaq biz bu çox ölçülü massivdə 3 şkaf, yəni ki var, yəni ki biz yaratdığımız massivdə. Hansı ki baxın burada 3, 7-yə biz təyin etmişdik burada. Və hər birində də 7 rəf var idi. İndi biz bura 4-cü şkafa əlavə edə bilərik. Baxın bu вставить vasitəsilə. Və beləcə də əslində indi siz görəcəksiniz ki, bu əməliyyat sadəcə olaraq bir ölçülü massiv yaratmaqdır. Sadəcə bu çox ölçülü massivin içində fərqli massivləri qoyuruq. Yəni ona görə bu massiv çox ölçülü massiv dedikdə bu bir massiv hansı ki çoxlu massivlərdən ibarət olur. Baxın indi o demək olduğunu görəcəksiniz. Məsələn, gəlin indi burada biz 4-cü yəni şkafımızı əlavə edirik. Baxın burada indi bizdə indeksdədir 4. Ona da dəyər verəcək. Bu da nə deməkdir? Şkafımızı necə adlandıraq? Gəlin belə eləyək. Böyük şkaf. Adın belə bir böyük sözü qoyaq. Baxın bu əlavə bir massiv kimi əlavə edəcək çox ölçülü massivimizin içinə. Böyük şkaf. Dırnağı bağlayırıq, mötərizəni də bağlayıb, nöqtəli vergül qoymağı da unutmuruq. Gəlin indi burada dayandırma nöqtəmizi artıq qoymuşuq, bazamızı yeniləyək. Hətta dayandırma nöqtəsini bura yox, gəlin sona qoyaq, heç addımlamayaq da birbaşa. İndi atlatka istifadəçi rejimində açaq, keçirik servis. Həm də yoxlaya görə indi nə baş verəcək. Artıq gəldi kodumuz durdu burada. Gəlin indi atlatka rejimində çox ölçülü massivimizi seçirik. Keçirik bu işarənin üzərinə ki, içindəki nə dəyər saxlandığına baxmaq üçün. Yəni çalışın, öyrəşin bu atlatka rejimi ilə işləmək. Bu sizə çox kömək edəcək proqram kodunu yazarkən, öz kodunuzu analiz edərkən. Və gəlin indi otağımıza, yəni ki massivin özünə daxil olaq və fikir verin. Gördüyünüz kimi burada artıq bizim 4-cü rəfimiz. Hətta biz ki явно, yəni birbaşa olaraq 4 göstərdiyimiz üçün ardıcıllıq indeks ki 0-dan başlayır, davam edir. Hətta boş belə bir şkaf неопределено, görürsüz tip element. Belə qeyri-müəyyən 3-cü bir bölməmiz yarandı ki, yəni 4-cü şkafı birbaşa, 3-cü şkafı təyin etmədən. 3 deyəndə mərdif 3 deyirəm, əslində bu 3 deyil, bu 4-dür. Yəni siz çaşmayasınız deyə 3 deyirəm. 0-dan başlayır. Yəni bu 1-ci şkaf, 2-ci şkaf, 3-cü şkaf, 4-cü şkaf, 5-ci şkaf. Əslində bu 4 yazmaqla biz 5-ci şkafı indeks nömrəsi ilə təyin etdik deyə bu 5-ciyə düşür. Və hətta gəlin onun içərisinə də. Yəni ki bu indi bizdə sırf massiv deyil. Yəni gördüyünüz kimi, yəni 4-cü bu rəfimiz, yəni ki özü bir növ belə boş bir, heç bir rəfləri olmayan bir şkaf kimi, yəni ki bu massivin içinə, yəni bu otağın içinə. Yəni bizdə burada, yəni şəkildə 3 şkaf idi. Biz sadəcə 4-cünü belə boş, yəni ki adını da qoyduq böyük şkaf adında, hələ rəflərsiz belə bir təyin etmiş oldu. Tipi də gördüyünüz kimi stroka tipində oldu. Yəni burada əslində daha dəqiq desək, yəni biz birbaşa bura dəyər əlavə etdik. Yəni buna şkaf da demək məncə düzgündür. Çünki şkaf olmaq üçün gərək biz onu massiv olaraq əlavə eləyərdik ki, baxın bu cür onun rəfləri də olsun. Yəni baxın bu şəkildə, yəni birbaşa olaraq bir növ bir ölçülü massiv yaratdıq. Yəni bu вставить eləməklə bizim bu çox ölçülü massivimizin içərisində. Yəni ki bu hal özü elə bilin ki bir ölçülü massivin əlavə olunması oldu. Yəni əslində burada bizdə bir ölçülü massivdir sadəcə olaraq. Prosta hər bu indeksdə ayrı-ayrı massivlər olduğuna görə, baxın çox ölçülü niyə görə burada 3 şkaf, baxın bunlar sırf 3 şkafdır. Çünki mən bunun içərisinə girsəm bu özü bir massivdir. Yəni bir ölçülü bir massivdir. Görürsüz içi boşdur. Biz burada hətta birinə kitab da əlavə eləmişdik. Baxın bu şəkildə. Görürsüz bir rəf kimi. Yəni ki onu belə nəzərimizdə tutduq. Yəni bir növ bir ölçülü massivdir. Bir ölçülü massivin də içində massivlərdir. Onu belə çox ölçülü eləyən odur. Yəni inşallah ki ümid edirəm ki çətin bir şey, yəni ki deyil və siz bunu rahat anlamış olacaqsınız. Eyni şeyi biz başqa şəkildə də eləyə bilərdik. Məsələn, əgər biz şkaf deyil, burada indi biz bir növ rəf belə əlavə etdik, yəni bomboş. Yəni adını da qoyduq böyük şkaf 4-cü. Birbaşa rəf belə əlavə eləyə bilər. Rəfə bir məlumat əlavə eləyə bilər. Məsəl üçün rəfə məlumat deyil, rəfin özünə əlavə eləyə bilərik. Bunun üçün biz bu massivimizin ikinci səviyyəsinə müraciət edəcəyik. İndi biz burada
gördüyünüz kimi çox ölçülü massivin birinci səviyyəsinə yerləşdirdik, əlavə etdik və biz bunun birbaşa ikinci səviyyəsinə də müraciət edə bilərik. Bu artıq ikinci səviyyə nədir? Biz qeyd etdik axı birinci bu şkaf gəlir, şkaf və sonra da rəflər. İndi birbaşa biz indi hal-hazırda bu şəkildə əlavə etməklə bir növ şkafa əlavə etdik. Yəni birbaşa olaraq bir element, bir ölçülü massivə əlavə etdik. İndi biz birbaşa, yəni ki, ikinci bu səviyyədə müraciət etməklə massivə rəfləri belə əlavə edə bilərik. Bu da əslində çox sadədir. Burada biz nə edirik? Baxın, bu bizim massivimiz ki yoxdur. Bura kvadrat, yəni kvadrat belə mötərizələri qoyuruq. Tutaq ki, biz 3-cü şkafımıza, yəni indeks 0-dan başladığına görə 0, 1, 2, bu 3-cü şkafımıza 4-cü, baxın, rəfinə burada böyük şkafa əlavə etmiş olacaq. Baxın, bu böyük şkaf yox, gəlin bunu da artıq adını dəyişək. Bu rəfdirsə bizdə kitab olacaq. Kitab 2 qoyaq bu şəkildə. Kitab yerləşdirmiş olacaq indi. Gəlin indi bu kodumuzu da yeniləyək və istifadəçi rejimindən daxil olub atlatka rejimində açaq. Keçirik uçot alt sisteminə servis start və buradan start düyməsinin üzərinə sıxırıq və kodumuzu dayandırmış olduq bu şəkildə. İndi gəlin massivimizi seçək və qalxırıq bu işarənin üzrə вычислить выражение və yaxud da Shift F9 massivimizi yəni daxil oluruq. Burada görürük ki, bizdə 3 dənə şkafdır və biz ikinci şkafa bir rəf əlavə etdik. Kitab 4 içinə də qoyduq o rəfin. Gəlin baxaq, daxil olaq o rəfimiz şkafımıza və gördüyünüz kimi bir dənə əlavə olaraq 4-cü, burada gördüyünüz kimi 4 ikinci kitab əlavə etmiş olduq. Burada fikir verin. Bizdə əslində burada 8-ci rəf əlavə olundu. Niyə görə? Biz вставить elədik 4 adında, yəni ki bu massiv. Necə qeyd etmişdik? Çox ölçülü massiv odur ki, bir massivin içində bir neçə massiv var. Massiv elementlər var. Baxın, biz də indi birbaşa 4 etdik. Bu neynədir? Bu keçirtdi 4-ə gəldi, oturdu. Bizdə burada 6, 7 dənə idi axı. 0, 1, 2, 3, 4, 5, 6. Hə, yox, düzdür. 7 dənə elementdir sıfırdan başlayaraq. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8-ci oldu. Niyə görə? Çünki biz bu 4 əlavə eləmədik, 4-ü əlavə etmədik. 4-cü bir rəf əlavə etdik. Baxın bu kodumuzla вставить elədik 4-cü rəf, dəyərini də kitab şəklində qoymaqla. Baxın bu şəkildə. Yəni ki, birbaşa olaraq hansısa bir yaçaykaya, yəni hücrəyə deyil, əlavə olaraq 4-cü bir indeksdə bir rəf kimi əlavə etmiş olduq вставить-in vasitəsilə bu kitab 2 ilə. Baxın bu şəkildə. Yəni deməli bizə indi aydın olur ki, bu cür bir ölçülü olsun. Bu indi bir ölçülü massivdir də hal-hazırda. Prosta ki başqa bir massivin içində bir növ bir ölçülü massivlərin bir növ siyahlarıdır. Yəni necə ki baxın, bizdə indi qaydaq. Bu bizim otağımızdır elə bilin və içində də 3 dənə şkaf var. Və baxın daxil olduq 3 dənə şkaf. Yəni rəfləri var. Məsəl üçün bunun birincinin içərisinə daxil olsaq, baxın bu da özü bir ölçülü massivdir. 7 dənə rəfi var 6-cı indeksə kimi. İkinci bu da hətta burada kitabımız da olmalıdır. Gəlin daxil olaq. Görürük ki 6 dənə, yəni 7 dənə rəfli 5-ci 6-cı rəfində, yəni 5 indeksində sıfırdan başladığına görə kitabımız da var. Və indi bu 3-cü şkafımıza əlavə etdiyimiz rəfə də baxsaq, bura birbaşa rəf əlavə etdik. Rəflərin sayını artırmış olduq. 4-cü indeksində, yəni 5-ci polkasında, rəfində kitab 2 əlavə etmiş olduq. Baxın bu şəkildə. Yəni burada çox asandır. Həm də burada bir məsələni də qeyd edeyim ki, indekslərlə baxın massivlərə bu şəkildə müraciət etməklə bu zaman bizə daha sürətli işləməyə imkan verir və daha rahat işləməyə imkan verir. Kod daha optimal alınır. Yəni massivlərdə çalışmaq lazımdır ki, birbaşa indeksləri ilə, yəni ki müraciət edəsən, indekslərlə işləyəsən. Üstəlik də burada, yəni fikir verirsinizsə, hər şey daha aydın görünür. Ona görə də sizə də tövsiyə edirəm ki, yəni massivlə işləyirsinizsə, indekslər üzrə işləyin. Yəni qeyd etdiyim kimi, massivə, yəni məlumatların əlavə edilməsinin bir ayları da göstərmişdim. Baxın burada biz birbaşa kvadrat mötərizələrdən istifadə edərək əlavə etdik və yaxud da вставить metodu vasitəsilə əlavə etdik. Yəni massivə məlumatların əlavə olmasının çoxlu üsulları var. Yəni ən optimal üsul odur ki, indekslər vasitəsilə. Beləliklə indi biz massivə bir neçə üsulla məlumatın yerləşdirməyini də öyrəndik. Amma hələ də belə daha konkret olaraq massivdən
bu indi çox ölçülü massivimizdə məlumatların əldə etməyini hələ ki məlumatların çıxarılmasını hələ yoxlamamışıq. Gəl indi çıxarmağı da, yəni məlumatları əldə etməyi də, məlumatları oxumağı da bir yoxlayaq. Bu da çox sadədir. Həmçinin də biz digər bir ölçülü massivdə olduğu kimi bizim standart daxili metodumuz olan subsheet vasitəsilə, yəni subsheet funksiyasından istifadə etməklə çox ölçülü massivdən də məlumatları əldə edərik, yəni istifadəçinin qarşısına çıxardarıq. Bunun üçün gəlin indi subsheet eyni qaydada. Qeyd etdim ki, bu da çox asandır. Subsheet mötərizəni açırıq. Massivimizi yazırıq burada. Çox ölçülü massivimiz. Yəni böldüm belə bu şəkildə rahat görək. Və kvadrat skobkalardan istifadə edirik. Biz indi ikinci şkafın 4-cü rəfini əlavə etmişik 2 kitab adı ilə. Yəni üzr istəyirəm burada bunu düzəldim. İkinci şkafa müraciət edirik. Baxın indeksi ilə. Və bir dənə də indi rəfini yazırıq burada. 4-cü, yəni ki 5-ci rəfə indeks nömrəsi 4 olanı. Və mötərizəni bağlayaq və nöqtə vergül ilə qoymağı unutmayaq. Bazamızı yeniləyək və istifadəçi rejimində də açaq. Yəni keçirik uçot alt sistemi servis, start və bizim start düyməmiz. Bu dəfə icra eləyək dayandırmadan. Gördüyünüz kimi biz kitab 2-ni əldə etmiş olduq. Yəni çox asan, çox rahat. Yəni birbaşa olaraq indeksə müraciət etdik. Yəni burada indi bizdə çox ölçülü massivdir deyə bilirik ki, biri bizim şkafımız və onun rəfləri. İkinci şkafa müraciət elədiyi massivin içindən, yəni üçüncü daha doğrusu. 0 birinci şkaf, 1 ikinci şkaf, 2 də üçüncü şkaf. 2 nömrəli indeksi olan şkafa və 4 nömrəli indeksi olan 5-ci rəfimizi içindəki məlumatı və yəni bu kitabı əldə etmiş olduq. Yəni özünüz də görürsünüz ki, heç bir çətin bir şey yox. Gəlin indi bu subsheetimizi silək. Baxın, massivin qeyd etdiyimiz kimi, gəl massivimizi burada qeyd edib nöqtəni vuraq. Fikir verin. Əvvəlcədən qeyd etmişdik ki, massiv obyektin də 1S platformasında öz funksiya və prosedurları var. İndi massivin gəlin başqa bir prosedur funksiyaları ilə də tanış olaq. Niyə görə? Tutaq ki, massivdən hər hansı bir məlumatı silmək istəyir. Metod bildik, добавить keçdik. Новый vasitəsilə massivi yaratmağı öyrəndik. Yəni hətta biraz böldüm. Новый bu konstrukt vasitəsilə. Sonra добавить vasitəsilə biz öyrəndik necə massivə məlumat əlavə etmək. Вставить vasitəsilə öyrəndik bu metodun, bu funksiyanın vasitəsilə müəyyən bir elementi, bir indeksi birbaşa olaraq massivə əlavə etdik. Sonra birbaşa olaraq əlavə etmək üçün kvadrat mötərizələrindən istifadə etdik və indi silmək lazımdır tutaq ki. Yəni ki, bu da mümkündür. Onda öz funksiyası var. Qeyd etdiyim kimi baxın, burada удалить. Yəni nöqtəni qoyuram, ipucu olaraq da qarşımıza çıxır. Удалить vurur yazaq. Görürsüz, indi bu удалить-in özü də fikir verirsinizsə, bizdən nə istəyir parametr olaraq? Baxın burada ipucu olaraq da çıxıb indeks. Görürsüz necə rahat. Yəni massiv əsasən sırf indekslərlə işlənir. İndi də gəlin burada biz tutaq ki, bizim şkaflardan birini udalits eləyək. 3 dənə şkafımız var idi, silək. Burada yazırıq 1. Bu indi 1 yazırıqsa, deməli bizim hansı şkafımız silinəcək? 0-dan başlayır deyə 1 nömrəli indeksi olan şkafımız. Bu da bizim ikinci şkafımız olacaq. Mötərizəni də bağlayırıq. Nöqtəli vergül də qoyuruq. İndi gəlin bazanı yeniləyək və hətta atlatka rejimində açarıq, yoxlayaq bunu. Keçirik uçot alt sistemi servis, start və düyməmizi vururuq və kodumuz dayanmış oldu burada. İndi gəlin massivin içində çünki biz indi udalits elədik, yəni sildik. İkinci şkafımız, yəni 0-1 nömrəli indeksdə olan. Gəlin açaq görək massivimizin içində nə baş verir. Daxil oluruq və görürük ki, massivin 1 nömrəli, yəni 1 indeksində olan massivi sildik. Ancaq burada indi 1 görürsünüz siz. Burada əslində bir 2 idi də, biz 1-ni sildik. Adini burada da 1S platformasına massivlərin belə ardıcıllığını bu indeksdən təmin olması üçün bizim ikinci 2 nömrəli indeksdə olan şkafımız nömrəsi indi dəyişdi, oldu 1. Yəni 0, 2, bu birinci şkaf, bu da ikinci şkaf. Yəni bir növ biz silmiş olduq. Yəni ki, bizim həmin, hətta indi baxsaq görəcək ki, bizdə hansı massiv şkaflar qalıb. Kitab 2 olan, yəni hansı ki, üçüncü şkafımız idi, 2 nömrəli. Oraya hətta kitab da əlavə etmişdik, yadınıza gəlsin. İndi hal-hazırda onun nömrəsi, bura bax kodumuza baxsaz 2-dir və daxil oluruq və görürük ki, burada da bizim boş şkafımızdır. İndi gəlin aydınlaşdıraq. Bəs yaxşı mən udalits elədim şkafı. Bəs bəlkə mən rəfi istəyirəm. Məsəl üçün gəlin daxil olaq. Mən istəyirəm ki, bu şkafı deyil. Tutaq ki, bu 1 nömrəli indeksdə olan şkafın içərisindəki bu kitabı silmək istəyirəm. Bu halda bəs necə? Biz indi yəni aydındır. Yuxarıdakı kodumuza əgər fikir versək burada, indi aydın olur ki, ikinci səviyyədən müraciət eləyəcəyik. Gəlin qayıdaq. Biz nə edirik? Massiv, baxın burada çox ölçülü massiv, 2 dənə kvadrat mötərizəmizi qoyuruq və bura yazırıq 2. Nəyə udalits eləyirik? 4-cü
Yəni ki, rəfdə olan 4-cü rəfi udaliç eləmək istəyirik rəfimizi. Gəlin istifadəçi rejimində açaq, yenidən bazamızı yeniləyək. Keçirik uçot alt sistemi servis, start və düyməni basırıq. Keçək biz çox ölçülü massivimizə, debug rejimində açaq. Yəni indi birdən test edirəm, çaşdırarsınız. Bu massivi seçirik, içinə baxmaq üçün qaydırıq bu вычислить выражение və bu şəkildə açırıq massivimizi. İndi massivimizdə niyə görə 3-cüsü də qalıb? Çünki indi hal-hazırda biz axı burada вставить eləyirik, добавить olunub da bizdə təyin olunub. Məsələn, biaqları udaliç elədik massivdən. Misal üçün o 1 nömrə. İndi udaliç eləyirik rəfi ancaq. Keçirik biz ikinci şkaf, 2 nömrəli indeksdə olan şkafımıza, yəni 3-cü şkafımıza. Baxırıq biaqları biz kitab əlavə etmişdik ora. Fikir verin, kitab yoxdur. Gəlin hətta belə eləyək, daha sizə əyani görsənsin deyə. Atlatkamızı birinci burada saxlayaq. Yenidən əməliyyatı icra eləyək. Baxın, massivimizi yaratdıq. 3 şkafdan ibarət, 7 rəfli. Buradan birinci 1 nömrəli indeksdə olan şkafımıza kitab əlavə etdik və massivimizin 2 nömrəli olan şkafda kitab əlavə etdik. Hətta gəlin indi baxaq. Hələ silməmişik. Görürsüz, atlatka bu dəqiqə burada dayanıb. Hələ ki addımlamamışıq irəli. Hələ massivimiz silinməyib. Gəlin içinə baxaq. Daxil oluruq içinə. Keçirik ikinci massivimizə. Fikir verin indi. Görürsüz, kitab qalır indi. İndi baxın, mən addımlasam, gəlin addımlamaq işarəsi baxın budur. Və yaxud da klaviaturada F10 düyməsi və yaxud da bu işarə. Vururuq bu işarənin üzərinə, addımladıq, yəni düşdük buradan, icra olundu. İndi daxil olsaq massivə yenidən. Fikir verin, indi görəcəksiniz ki, bizim 4 nömrəli rəfimiz getdi. Yəni ki, 7-ci indeksdə var idi bizdə. Bir dənə rəf. Prosta burada ardıcıllıq təmin olunsun deyə avtomatik olaraq indekslər, yəni ki, düşür, bir-birini əvəzlənir. 0-dan 1, 2, 3, 4, 5, 4-də olan kitab getdi bizdə. Baxın bu şəkildə. Yəni heç bir çətin bir şey yoxdur burada. Beləliklə biz bu massivin bir metodunda öyrənmiş olduq. Yəni massivin içərisində elementləri necə silmək olar. Və keçib başqa bizdə massivdə olan funksiyalarla tanış olaq. Gəlin massivimizi kopyalayaq, aşağıdan yazaq və nöqtənimizi vuraq. Gördüyünüz kimi digər funksiyalar açıldı. İndi baxın, burada belə bir metod funksiyamız var, massivin количество. Biz bunun vasitəsilə, bu metod vasitəsilə massivin ölçüsünü öyrənə bilərik. Onun içərisində olan elementlərin sayını da öyrənə bilərik. Gəlin indi onu da test eləyək, həm də öyrənmiş olaq. Yəni görürsüz ki, çox da belə funksiya metodları yoxdur. Yəni belə rahatdır. Yəni ki, massivlə işləmək, onu öyrənmək. Və nöqtədən sonra количество və mötərizən açılır bu şəkildə. Yəni hətta indi bunu сообщить vasitəsilə istifadəçinin qarşısına da çıxardaq. Yəni ki, massivimizin ölçüsünü сообщить. Bu bizə bu funksiya bir növ bizə geri qaytaracaq massivimizin ölçüsünü. Yəni hətta atlatkanı söndürək. Hətta maraqlı olsun deyə belə eləyək. Gəlin bu kodumuzu silək. Bir dənə ölçü adında dəyişən yaradaq burada. Ölçü bərabər. Yəni belə eləyək. Massivin ölçüsü adı massivin. İndi bu yaratdığımız massivin ölçüsü dəyişəndə massivin bu количество metodu ilə alacağımız dəyər mənimsənəcək və massivin ölçüsünü bilmiş olacaq. Onu da istifadəçiyə сообщить edək. Yəni ki, mesaj olaraq qarşısına çıxardaq. Massivin ölçüsü kopyalayıb qoyuruq içərisinə. Nöqtə vergülü qoymağı unutmayın. Keçək bazamızı yeniləyək. Bazamızı yenilədik və istifadəçi rejimində də açırıq. Total sistemi servis start və start düyməsinin üzərinə. Gördüyünüz kimi bizə indi burada qaytardı 3 dəyərini, yəni 3. Niyə görə? Çünki bizim massivimiz baxın 3 ölçülü idi və biz orada 3 şkaf yerləşdirmişdik. Gördüyünüz kimi çox asandır, yəni bu da. Hətta gəlin belə eləyək, bu dəyişənimizi dəyişək. Yəni ki, 3 ölçülü massiv ki biz indi yaratmışdıq. İndi onu 2 eləyək. Gəlin indi bazamızı yeniləyək. Bir daha da yoxlayaq. Keçirik total sistemi servis start. Burada xəta verdi. 1 saniyə qayıdaq konfiguratora. Aha, çünki biz artıq 2 ölçülü massiv yaratdıq. Deməli bizdə 0-dan başladığına görə 0-cı indeksdə olan şkaf və 1-ci. Yəni burada biz artıq 2 yaza bilmərik. 3 ölçülü də yaza bilərdik ki 0, 1, 2, 3 dənə element. Burada isə 0, 1 artıq 2 elementdir. Yəni 2 dənə təyin eləmişik onun üçün. Şkaf bu səviyyədən 1 qoymalıyıq. Gəlin bunu da 1 eləyək. Xətamız olmasın deyə. Keçək, açırıq servis start və start düyməsini. Gördüyünüz kimi 2 ölçü qaytardı bizə. Yəni ki, massivin ölçüsü 2-dir. Yəni bu количество metodu bizə, baxın bu metod bizə bir növ massivin ölçüsünün sayını, içərisində olan elementlərin sayını bizə qaytarır. İndi gəlin hətta belə bir şey də eləyək. Bu massivimizin ölçüsünü 7 ölçülü eləyək. Tutaq ki, artırdıq. Və indi biz necə ki bu massivin o birinci
elementinin sayını burada indi əldə etmiş oluruq. Yəni ki, birinci səviyyədən şkafların sayını, eləcə də rəflərin sayını da əldə edə bilərik ikinci səviyyədən. Bunun üçün yenə də baxın, tutaq ki, burada kolичество metodu vasitəsilə biz əldə eləyirik. Bura yenə də adi qaydada bundan qabaqki baxın yuxarıda olduğu kimi. Burada biz götürürük kvadrat skobkaları, yəni mötərizələri. Tutaq ki, hansı şkafın ölçüsünü bilmək istəyirik? İkinci şkafın. Baxın, indi bunu da qoyduq. İndi ikinci şkaf bizə nə qədər qaytaracaq? İkinci şkafı gəlin birinci şkaf eləyək ki, yəni 1 yazaq ki, indeks ikinci şkafı götürsün. İkinci şkafa isə biz bir dənə əlavə rəf eləmişik. Əslində burada 7 təyin etmişdik. Bizə nə qaytaracaq? 8. Gəlin indi ona görə şahidi olaq ki, biz dediyimiz kimi olacaq ya yox. Yəni görürsünüz necə rahatdır. İndi o nəyin sayını qaytaracaq? Bizim ikinci səviyyədə rəflərin ölçüsü, massivin yox, gəlin rahat olsun deyə rəflərin ölçüsü yazaq bura. Bunu da sabşiç eləyək. Daha maraqlı olsun. Açırıq. Bizə 8 qayıtmalıdır. Keçirik total sistemi servis start. 7 qaytardı. Niyə? Gəlin baxaq. Hətta atlatka rejimində bunu yoxlayarıq. Heç atlatka rejiminə girmək lazım deyil. Baxın niyə görə. Çünki bizdə fikir verin. Burada udalить. Baxın buna. Baxın bu udalить bu metod. Bizdə həmin rəfi tezdən silirdi. Gəlin belə eləyək. 8-i görmək üçün. Bunu kommentariy eləyək. Keçək tezdən açaq. Keçirik total sisteminə servis start vururuq. Gördüyünüz kimi 8. Çünki bu yağları burada biz udalить eləyirdik deyə, bu əlavə etdiyimiz rəfi də sonradan silirdi deyə, ona görə tezdən düşürdü, qalırdı 7-yə bərabər olur. İndi isə belə daha düzgün olmuş oldu. Belə ki, gördüyünüz kimi burada heç bir çətin şey yoxdur, massivlərlə də bağlı. Ola bilər mən biraz çox danışdım, ancaq çalışdım ki, sadə, yəni başa düşülsün deyə. Özünüz də görürsünüz funksiyaları çox deyil. Demək olar ki, lazım olan ən vacib funksiyalarını istifadə etdik. Bir ölçülü massiv yaratmağı öyrəndik. Yəni çox ölçülü massiv, daha doğrusu indi biz 2 ölçülü deyil. Burada birbaşa ilə baxsaz 7 ölçülü massivə kimi. Yəni o nümunə ki verdik ki, şkaf 3 şkafdır və 7 rəfdən ibarət. İndi 7 şkaf 7 rəfdən ibarət. Belə bir massiv matriça yaratdıq və ora məlumatları əlavə etməyin üsullarına baxdıq. Məlumatları oxumağın üsuluna baxdıq və digər udalить kimi, yəni massivin içindən hər hansı bir elementi silməyi öyrəndik. Sonra bu massivdə onun ölçüsünü əldə etməyi, nə qədər element olduğunu, sayını, bütün bu funksiyalar bizə gələcəkdə lazım olacaq. Məsələn, indi nümunə olaraq bu kodları işləmiş olduq. Düşünürəm ki, massiv mövzusu, yəni massivlər mövzusunu bununla tamam edə bilərik. Bundan sonraki, yəni ki, videomuzda növbəti bir mövzuya keçərik. Yəni prosedur və funksiyalar və həmçində bu massivlər olsun, öyrəndiyimiz bu dövr operatorları olsun bundan qabaqki dərslərimizdə. Bunların hamısını toparlayıb birlikdə bir tətbiq eləyərik. Yəni gələn dərsimizdə. Ancaq gələn dərsimizdəki əsas mövzu bu kompilyasiya direktivləri olacaq na klientə, na serverə. Həm də onu da öyrənmiş olaraq bu na klientəni belə sadə şəkildə bunlara bu mövzuya toxunub və biraz praktiki iş kimi, yəni yüngülvari bir kod yazarıq. Yəni bu keçdiyimiz mövzuları da həmçinin də biraz möhkəmləndirmək üçün. Beləliklə bu videonu burada sonlandırıram. Ümid edirəm ki, başa düşə bildiniz, yəni sizin üçün faydalı oldu. Həmişə olduğu kimi videonun sonunda sizlərdən bu videonu bəyənməyi, kanala abunə olmağı, videonun şərhlər bölməsində öz suallarınız varsa, suallarınızı, iradlarınız varsa, iradlarınızı qeyd etməyinizi istərdim. Uğurlar, sağ olun.